hər gün 25 min kub metr çirkab suyunun buraxılması ərazidə vəziyyəti daha da pisləşdirir. Suraxanı rayon Əmircan qəsəbəsi Bülbülə gölü. Biz bu ərazidə ilk dəfə deyilik. Ümumiyyətlə media nümayəndələri olaraq dəfələrlə bu ərazilərdə olmuşuq. Burada çəkilişlər aparmışıq. Hər dəfə də eyni mövzu üçün, eyni məsələ üçün gəlmişik ki, çirkab suları, kəskin qoxu və gölün ətrafının baxımsızlığı. Amma indi ərazidə göründüyü kimi müəyyən baxımdan dəyişiklik var. Yəni qismən dəyişiklik aparılıb. Yəni ərazidə təmizlik işləri aparılır və müəyyən abadlıq işləri də bu çərçivədə görülür. Mövcud vəziyyət necədir? Hansı işlər görülür? Öyrənək. Bütün bu ərazini biz təmizləmişik, təmizlənib, hazır vəziyyətə gətirilib. Növbəti layihələrə zəmin yaradır ki, biz bunu bu gördüyümüz bu qayalıq şəklində bunu hər Bülbülə gölünün bütün dörd bir yanını bu cür qayalıqla əhatə eləyək və növbəti layihələrlə işləyək, davam edək. Ümumiyyətlə burada parkın salınması istiqamətində işlər hansı mərhələdədir? Bəli, o da demək olar start verilib o işlərə də. Yəni bir neçə müddət, bir neçə ay ərzində də o işlərin yekunlaşması nəzərdə tutulur.